Salam, hər vaxtınız xeyir. Bugün ERM test toplusunda kompüterlər mətnindəki sualların izahına baxacağıq. Deməli, birinci suala baxırıq. Mətndə hansı sahədə kompüterlərin istifadə imkanlarından bəhs olunmur? Bu hissədə biz onu görürdük. Deməli, müasir dövrümüzdə müxtəlif sənaye və istehlak məhsulları kompüterlərin idarə etmə sistemi kimi istifadə edir kompüterlərdən. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitəsi kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları, avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, smartfonlar kimi mobil cihazlar idarə etmə sistemlərinin geniş istifadə olduğu məhsullar hesab olunur. İstifadə sahələri ötən hər gün genişlənməkdə olan informasiya texnologiyaları, eləcə də gələcəyin texnologiyası sayılan və artıq təməli günümüzdə atılmaqda olan süni intellekt texnologiyalarının özü də əsas idarə etmə imkanları kompüter proqramlaşdırma sistemləri ilə əlaqəli inkişaf etdirilir. Sonra kompüter milyardlarla digər kompüterləri və istifadəçiləri birləşdirən interneti dəstəkləyir və gücləndirir. Deməli, gəlirik bura, görək nədən istifadə olunur. Riyazi hesablamaların aparılmasında təbii ki, sənaye və istehlak məhsullarının idarə olunmasını gördük, süni intellekti gördük. Sonra toxucu dəzgahların və maşınqə ayırma cavab elə D variantı olacaq. Smartfonların və digər mobil cihazların idarə etməsini bunu da gördük. Nəyə görə D variantıdır? Baxın, burada belə bir cümlə var idi ki, deyir ki, sənaye inqilabının əvvəllərində uzun yorucu işləri avtomatlaşdırmaq məqsədi ilə toxucu dəzgahlar üçün istiqamətləndirici nümunələr kimi bəzi mexaniki qurğular yaradılmışdır. Görürsünüz, bəzi mexaniki qurğular. Burada kompüterdən söhbət getmir. Ona görə bizim cavabımız olur D variantı. Mətndə tündqara hərflərlə verilmiş ifadə aşağıdakılardan hansı ilə əvəz edilsə, mətnin məzmununa xələl gəlməz. Deməli, burada ehtimallaşdırıldığı sözündən söhbət gedir. Kompüterlərin surəti, gücü və hərtərəfliyi o vaxtdan bəri Mur qanunu ilə ehtimallaşdırdığı kimi dövrün və müasir texnologiyaların tələbi ilə. Deməli, Mur qanunu ilə ehtimallaşdırmaq nə deməkdir? Mur qanunu ilə nəyisə hesablaya bilərik və nəyisə proqnozlaşdıra bilərik. Bunu təxmin edə bilmərik hər hansısa bir qanunla, planlaşdırmaq, güman etmək düzgün gəlməz. Deməli, hesablamaq və proqnozlaşdırmaq olar. Mur qanununa görədir. Ha, uşaqlar bu cavab. Mur qanunu ilə nəyisə hesablamaq və proqnozlaşdırmaq olduğuna görə 4-5 bizim cavabımız olacaq. Yəni B variantı. Mətnə əsasən uyğunluğu müəyyən edin. Dəqiqdir. Kompüter sistemləri məişət avadanlıqlarında da tətbiq olunur. Bəli, bu doğru cavabdır, dəqiqdir. Kompüter rəqəmsal inqilaba birbaşa rol oynayıb, bu da doğru fikirdir. Kompüterlərin yaranması və funksiyaları haqqında fərziyyələr qədim zamanlarda mövcud olmuşdur. Bu yanlışdır. Nəyə görə yanlışdır? Baxın, deyir ki, qədim zamanlarda insanlar hesablamaları aparmaq üçün daş və sümük parçalardan istifadə etmişdir. Deməli, daş və sümük parçalardan istifadə ediblərsə, kompüterlərin yaranması və funksiyaları haqqında fərziyyələr qədim zamanlarda mövcud olmayıb. 1-ə yazdıq A, B, C-ni 3-ə yazdıq. Texniki göstəriciləri baxımından daha üstün kompüterlərin istehsalı qaçılmazdır. Bu ehtimaldır, bilmirik. Ola da bilər, olmaya da bilər. İlk rəqəmsal elektron hesablama maşınları 1-ci Dünya müharibəsi zamanı planlama sistemindən istifadə olunmuşdur. Deməli, 1-ci yox, 2-ci Dünya müharibəsində görürük. Nəyə görə? Baxın, burada deyir ki, ilk rəqəmsal elektron hesablama maşınları 2-ci Dünya müharibəsi illərində yaradılmışdır. Deməli, bu da yanlışa gedəcək. C, E yanlış. D-ni ihtimal götürdük. A, B-ni də doğru götürdük. Cavab A variantı olacaq. Uşaqlar, texniki göstəricilər baxımından daha üstün kompüterlərin istehsalı qaçınılmazdır. Deyirsiniz ki, müəllim, cümlədə deməli, dəqiqlik var. Xeyr, dəqiqlik yoxdur. Yəni, hələ həyata keçirilməyibsə, o dəqiq deyil, ehtimaldır. Yəni, bilmirik, bu yarana da bilər, yaranmaya da bilər. Ona görə ehtimal xanasına yazırıq bunu. Mətndə nədən söhbət gedir? Mətndə təbii ki, kompüterlərin müxtəlif elementlərin olmasından söhbət gedir. Bu haqda danışılır mətndə. 5. Mətnin nəticə hissəsi əsas hissəyə birləşdirilmişdir. Nəticə sözünün ilk sözünü müəyyən edin. Deməli, buradan sonuncu cümlədən oxuyaq. 1940-cı illərin sonlarından ilk yarımkeçirici tranzistorlar meydana çıxarılmış və 1950-ci illərin sonlarında isə
1950-ci illərin sonlarında isə silsiuma əsaslanan MOSFET və monolitik integral sxem çip texnologiyaları buraxılmışdır. Bütün bu yeniliklər, baxın, buradan da başlayacaq nəticə hissəsi. Nəyə görə buradan? Çünki inkişafdan danışır, texnologiyalardan danışır, yenilikdən danışır və sonda nə deyir? Bütün bu yeniliklər 1970-ci illərdə mikroprosesor və mikrokompüter inqilabına gətirib çıxarmışdı. Yəni danışır, artıq buna bir yekun verir. Bütün bu yeniliklərin nəyə səbəb olduğunu gətirir, bizə çatdırır və bütün sözü ilə başlayan cümlədə nəticə hissəmiz olacaq. Cavab E variantı. Mətnin məzmunu ilə səsləşməyən cümləni seçib yazın və səbəbini izah edin. Mətnin məzmunu ilə hansı cümlə səslənməyəcək? Baxın, mətn elmi üslubdadır və mətn elmi üslubda olduğuna görə burada qədim zamanlarda insanlar hesablamalar aparmaq üçün daş və sümük parçadan istifadə etmişlər. Bu mətnin məzmununa uyğun olmayan bir cümləmiz olacaq. Bir dəqiqə, deməli, bu cümləni yazacağıq və səbəbi nədir? Səbəbi odur ki, baxın, kompüterin yeniliklərindən danışılır, yaranmasından danışılır, onun hansı sahələrdə xidmət göstərilməsindən danışılır və artıq bu cümlədə nə deyir? Bu cümlədə isə qədim zamanlarda insanların hesablamalar aparmaq üçün daş və sümükdən istifadə etdiklərini qeyd edir. Yəni, bu cümlə ona görə mətnin məzmununa uyğun deyil. Kompüterdən danışasan, onun yeniliklərindən danışasan, hansı sahədə inkişafından danışasan və gətirib həmin cümlədə bunu verəsən, o mətndə bunu verəsən, bu təbii ki, uyğunsuzluq yaratmalıdır. Mətnə əsasən kompüter texnologiyasının müasir həyatımızdakı rolu nədir? İnternet şəbəkələrini dəstəkləyir demişdi. Müasir dövrü internetsiz təsəvvür etmək olar, olmaz. Deməli, bir fakt budur. Sonra mikrodalğalı sobalar idi, sənaye robotları idi və bir çox avadanlıqlar idi. Bunların inkişafına, dəstəklənməsinə, layihələrinin təşkilinə, idarə edilməsi sisteminə, təşkilinə dəstək verdiyinə görə, yəni ikinci bir səbəb bunu yaza bilərik. Müxtəlif idarəetmə sistemlərinin təşkilində mühüm rol oynayırdı. Bax, bunu da yaza bilərik. Bir fakt kimi də bunları əlavə edə bilərik. Mətndə çərçivəyə alınmış söz hansı sxemi söz əsasında sxemi tamamlayır. Həmin sözün mətndəki fərqli funksiyada işlədin. Baxaq görək, çərçivədə verilmiş söz nə idi? Mürəkkəb. Daha mürəkkəb elektrik maşınları. Deməli, burada hansı funksiyanı yerinə yetirir? Təbii ki, informatik funksiyada. Məlumat xarakterli bir cümlədir. İnformativ funksiyada işləndiyinə görə bunu dairələyirik, işarələyirik və həmin sözü, məsəl üçün, termin kimi işlədə bilərik. Terminoloji bir funksiyada işlədə bilərik. Məsələn, mürəkkəb cümlələrin 2 qrammatik əsası olur. Mürəkkəb cümlələrdə 2 qrammatik əsası olur. Bax, bu cümləni yazaraq onu terminoloji funksiyada işlədə bilərik. Sonra 9-a baxırıq. Müddəa və fakt. İrəli sürülən fikri burada yazmalıyıq və onun da faktını burada verməliyik. Fakt nədir? Mikrodalğalı sobalar, xüsusi təyinatlı cihazlar, sənaye robotları və zavod cihazları, smartfonlar kimi mobil cihazlar, kompüter idarəetmə sistemlərinin geniş istifadə olunduğu məhsullar hesab olunur. Bunu nəyə əsasən deyirik uşaqlar? Kompüter texnologiyaları, məsəl üçün, məişət texnikasında geniş istifadə olunurdu da. Məişət texnikasında geniş istifadə olunduğuna görə, yəni bu müddəanı verir, faktını da bu şəkildə yaza bilərik. Sonra müddəa verir. Kompüter texnologiyası həm günümüzün, həm də gələcək həyatımızın inkişafını təyin edir, dəstəkləyir. Bu nə deməkdir? Baxın, hər gün nəsə bir yenilik, bir inkişaf baş verir və informasiya texnologiyaları olsun, süni intellektdən danışılırdılar, süni intellekt texnologiyası olsun. Bunların əsas idarə etmə sistemi nədən ibarətdir? Kompüterdir. Əsas idarə etmə imkanları kompüterlə dəstəkləndiyi üçün, yəni kompüter proqramları dəstəklədiyi üçün bununla birlikdə inkişaf edir. Və bunu da bura fakt kimi yaza bilərik. Mətnin əvvəlinə işarə qoyulmuş ifadələrin qarşılığını müəyyən edib yazın. Baxaq görək hansı ifadələrdən. Üçbucaq. Şəbəkə sözü. Şəbəkə sözünün mənası nədir? Ümumi bir addır da. İnternetin mi deyək, rabitənin mi deyək, internetin, rabitənin ümumi bir məcmusu, ümumi bir adı şəklində işlədə bilərik. Sonra mobil. Mobil nədir uşaqlar? Hal-hazırda mobil telefonlar istifadə edirik. Mobil sözünün mənası nədir? Yəni daşına bilən, hərəkət etdirilə bilən bir əşyaya deyilir. Yəni ümumi bir ada deyilir. Daşına bilən. Sonra
Qurğu. Qurğu nədir? Qurğu təbii ki, avadanlıqdır. Hər hansısa bir texniki avadanlıqdan söhbət gedir. Bunu da bu şəkildə yaza bilərik. Belə.